Herkese salam dostlar, mən Qeymisazi. Bugün Age of Story 2 Congress 1.5.1 versiyonunda yenidən Kosovo'nun səhv etmirəmsə 15 ya 16-cı bölümdə yenidən sizlə birlikdəyəm. Dostlar, gördüyünüz kimi ən son olaraq belə bir tablo ilə başlamaq istədim oyuna. Həmin vaxt keçmədən keçən bölümü bir özet keçək. İlk öncə nə etmişdik? Gördüyünüz kimi belə bir şeylə qarşı-qarşıyayıq. Yəni koskocaman Rusiya ordularımızı basmışdıq. İsveç və digər qalan torpaqları ələ keçirmək istədik. Ancaq Rusiya hiss etmişdim zaten anidən səfər etdi və bizim torpaqlarımıza hücum etdi. Təbii ki, Rumıniya torpaqlarını da istəyirdik, Ukrayna və digər torpaqları. Amma Rusiya dərhal tez hərəkət etdi deyəsən və finalı da yaxınlaşdıracaq bir həmlə oldu zənnimcə, amma bəlli torpaqlar var ki, oraları da ələ keçirməliyik. Çünki oradan da hücum etmələri böyük ehtimaldır. Və gördüyünüz kimi belə bir mövqedə yer aldıq. Ancaq yaxşı ki, ordularımızı basmışdıq ən azından. Yoxsa ayvayı yemişdik, yəni nəyi var. Və 9%-ni artıq ələ keçirmişik. Rusiyanın hardasa ancaq 1 milyona yaxın ordu itirmişik. Onlar da 700 minə yaxın. Savaş 3 aydan çoxdur davam edir. Və videoda uzun çəkmişdi zaten. Ona görə də yarıda qoymuşdum və İndi isə qaldığımız yerdən davam edə bilərik. İlk öncə Çini, belə deyək, Çini biz savaşa dəvət edəkmi? Xeyr, etsək, çünki Çin bizim istədiyimiz torpaqları ala bilər və Çinlə də savaşmaq məcburiyyətində qalacaq, çünki burada bir iki torpaq alana qədər. Zaten gəlmişkən artıq baxacağıq, görək nə edirik. Baxacağıq duruma görə. İndi ilk öncə oyunumuza keçmək gərəkirsə, Rusiya gördüyünüz kimi Türkiyədəki torpaqlarımızda daha çox basır. Yəni hücumlara gördüyünüz kimi 30 min, 100 mindən çox ordular var. Burada bir müqavimət göstərə bilməyəcəyik, amma əlimizdən gəldiyi qədər Türkiyəni verməyəcəyik. Onlar ora bizə qutsal torpaqlardır. Geri qalan hər əsas ana cəbhə isə eyni Almaniya-Rusiya savaşı kimi oldu. Avropanın şərqində davam edən bu şiddətli savaşlardır. İndi isə qaldığımız yerdən davam edək. Ordularımızı irəli göndərək. İlk öncə belə bir takviye edək. Bəli, çox gözəl. Daha doğrusu yuxarıya bir takviye göndərək. Takviye dəstək göndərək. İstanbul'a girdilər. Çox təəssüf, çox təəssüf. Məcbur burada ordu basacaq. Başqa yol yoxdur burada. Ordu basmaq məcburiyyətindəyik. Türkiyədə çox ordu gətirdi, amma belə deyək, gətirdiyi orduların çoxsu elə ən böyük ordulardır demək olar ki. Başqa hücum etsin. Gözəl, orada artıq məcbur savaşacaq. Gerdə qalan orduları dərhal zaten ən zonalarına göndərmək lazımdır. Dostlar, buraya ordu bəzi torpaqlarda gördüyünüz kimi tamam, Rusiya orada biraz, yani en çok ordumuz zaten Türkiye'den çıxır, təəssüflər olsun. Yani edəcək bir şey yoktu, ne edək. Bu arada buradan da yaxşı ordular çıxır, buradan da bir takviye edəcək. Amma yaxşı oldu, yani burada ordular çıxır ən azından, ordunun az çıxdığı torpaqlara da savaş eləyə bilərdilər, ilan edə bilərdilər, başqa torpaqları da ələ keçirə bilərdilər. Ona görə də elə ən çox ordumuzun çıxdığı yerə hücum etsələr də bir şey olmaz. Əsas odur ki, ən çox ordu çıxan yerə hücum etdilər ki, orada qarşılarına ordu qoya bilirik ən azından. Geriyə takviye elə, geriyə çünki Rusiya burada çox böyük ordusu var zaten. Orada bastığımız ordularla saxlaya bilməyəcək. Ən yaxşısı yerdə bir sədd quraq, yerdəki torpaqlar da hər yerdə bir ordu basaq. Tamam, məncə ala bilərik artıq bu səfər. Bir şey olmaz. Geriyə də bir dəstək göndərək ki, ən azından ordu takviyesi eləmək lazımdır. Tamam, İstanbul'u geri aldıq, amma geridəki o böyük ordu yəni müqavimət göstərir. Hər an bir şeyler eləyə bilərlər. O zaman geridə bir xətt çəkək, o xəttdən bu tərəfə keçə bilməsinlər. Keçəcəkləri halda, amma Türkiyədəki o torpaqları da aldıq, yəni ən azından bu da bir artıdır. 11% daha çox almışıq. Yəni lehimizədir bu dəri, amma burada çox böyük ordular var, o yüzden məcbura ordular çəkəcəyik.
oradakı orduları ikiyə bölmək. Mesela belə bir sədd düzəldir, amma çok böyük ordular var. Aman. Strateji həmlə buradakı torpağı ikiyə bölmək yerinə buradan birbaşa geriyə göndəririk. Başqa nə bilərik? Məcburen buradaki orduları olmasaydı tam o zaman en azından buradan bir ordu çıkaraq bence ki orduları karşılayabilək. Yani Türkiye'deki orduları olmasa əslində nə edəcəyini bilirəm, amma baxın ne kadar ordusu vardı, getdi. Yani yukarıda da bir ordusu var ama getdikcə parçalanır. Yani bir şekilde eləyə bilərik əslində. Yəni bu kadar da çətin deyil. Budapeştə qədər gəlməsinlər. Orada yaxşı ekonomik torpaqlar var. Yani Rusya biraz tez tərpəndi sanki. Bəli. Orada istədiyimiz qədər ordunu toplaya bilmişik en azından. Oyun kayması keşke olmasa da her neyse. Bak burada da yaxşı ordular çıxır. Tamam. Uçur görək ne olacak, aman 172.000 ordusu var orada. Tamam. Bir şekilde eləyər yaxın başqa çarəmiz yoxdur. Məğlub olsaq bu boyda imparatorluq çökəcək başımıza. Amma keçmirlər hələ ki oradan 11'dən 9'a qədər öz leylərinə dəyişdilər, amma olsun. Bir şekilde yırtarıq biz. Burada artık ordu gözetmeye ihtiyaç yoktu, bundan geçtik. O zaman biz hücumlarımıza devam edelim. Buradaki ordular hiç olmazsa yaxşı dəstək gətirə bilər bura. Nə qədər hər yerdən motora tamam. Amma çox böyük ordular var, aman. Orada da nüfuz qalmadı artıq. Məcbur o ekonomik yüksək torpaqdan ordu basacağıq. Oranın ekonomisi qaldırıla bilər, amma bütün ölkələrdən gedərsə geriyə gəlməz. Ona görə diqqətli olmalıyıq. Çox böyük torpaqlardan hücum edirik, amma görək nə olacaq. İşimiz bitəcəkmi? Biri dəstək eləyirik. Hətta burada da biraz ordu basaq, tamam. Basa bilmirik, amma tam burada basaq. Okey. Ala bilmədik. Aman. Barışmaz zamanıdır artıq. Barışmaz zamanıdır, yoxsa ayvə yiyəcək dostlar. Başqa aran ala bilərik. Əslində buranı da alsaq tamamlanır. Yəni barışsaq gözəl olar məncə, amma ehtimala qarşı bir diqqətli gəlir. Artıq başqa geridən ordu gətirməyə də takviyə yoxdur. Yəni barışmasalar nə edəcəyini bilmirəm. Allah kərimdir, Allah'a emanet. Zaten inşallah. Yani keşke Rusya böyle etmeseydi, keşke barışlardı bizler biraz daha səmərəli keçirərdik. Videonu barış təəssüflər olsun. Amerika. Çin'i artıq salaq devreye, çünkü başqa çarə yoxdur. Çin'lə en azından savaşsın. Ama biz özümüzə gələyik. Bu boyda ölkəyiz biz. Rusya'ya mı qarşı qoya bilmirik? O kadar torpağı var sadece, o kadar ordusu var sadece, başka ordusu yoktur yani. Şehirdeki orduları çok büyük ordular var. Ama bizim de bir 50 minlik ordumuz var en azından. Bu kadar orduları hardan getirirler? Dünyanın tarafından mı fırladılar? Tamam. Bizim etmeye en yaxşısı ikiye bölək. Tamam. Oranı zor bəla aldıq yani. Var gözümüzdən oranı geri çəkdik axırda. Ona da şükür. Bak gör hara aparır, niye aparır bilmirəm. En azından yaxşı pul var. Orada da ordu basa bildik. Yani heç olmasa Çin savaşa daxil oldu da canımızı qutara bilirik.
Yəni ordularımızın çoxunu itirdik və yenə də savaş hücum eləyirlər. Aha, orada qarşılaşma var. Çox yaxşı bir mənzərədir. Yəni Çin girdi, bəli, gördüyünüz kimi. İşte bu. Çin yəni anı gözləyirdi. Həqiqətən də anı gözləyirdi ki, biz onları savaşa dəvət edək. Buradan da var gücümüzlə Lorbəla aldıq orduları. Torbağı da yoxdur. Amma burada da böyük ordusu var. Bunu da çürdəcəyik dostlar. Bunu da çürdəcəyik, narahat olmayın. Bunu da buradan qaldıracağıq, təcəyik. Yox eləyəcəyik dostlar. Onların ağılsız strategiyaları, böyük orduları var. O ordu ilə mən çox şey eləyərdim. Yuxarıda da orduları hücum var. Oranı vahşi yaddan çıxaraq. Baltıqlar əldən getdi bir kere. Amma burası var. Burada qalıb. Görürsünüzmü nə qədər, necə zor da əldə etməyə çalışırıq. Biraz daha asker alırıq. Tamam ya. Böyük orduları da artıq göndərək. Hətta belə edək. Tamam. Həm də artıq buradan çıxa bilməyəcəklər. Buraya da birbaşa hücum edirik. Nə olursa olsun. Buradakı ordularını yox etməliyik. Askeri al. Yani bir şekilde bunu edəcəyik dostlar. Başka yolu yoxdur. Biz bu savaşı qazanacağıq. Kazanmaqdan başka yolumuz yoxdur. Deyəsən, elə bu bölümdə Rusiya savaş bölümü olacaq. Əslində tez barışıb, tez bir zamanda İsveç'i falan almaq idi. Sonra yenidən Rusiyaya savaş açmaq idi. Amma olsun. Sonra İsveç'i alıb ondan sonra tamamıyla bitirərik. O zaman buranı bir ələ keçirək. Buralarda bir qabağa dönüyoruz. Görək nə edə bilirik. Hücumlara davam eləyək. Gördüyünüz kimi nə qədər yerdən hücum elədik. Baxın, əsl müqavimət qurdu. 7000 ordu da oradan baxdı. Yəni hər yerdə, hər ölkə sərhədinə yaxın yerlərdə belə bir, məsəl üçün Ostrada adında var. Yaxşı oldu, yəni belə bir ekonomik yer bulunması yaxşı olur. Çünki oradan aniden yeki ordu çıxarıb rəqibin qarşısına qoya bilirsiniz. Bu da yaxşı bir fürsətdir. Tamam, sanki yırtdıq dostlar, yırtdıq yəni. Yerdəki ordularda artıq oradakı 120 min falan ordu vardı. Çıxartmaması gerek buradan, çünki dənizə sınırı yoxdur. Bəli, gördüyünüz kimi yekə böyük ordular var, amma olsun, biz oranı aldıq. Tam o zaman hücumlara davam edək, yoxsa Çin alacaq bütün orduları. Ya buradaki ordular da geri təşdi. Biz də su istifadə edib hücumlarımıza davam edək. Bizdən də ordunu gətir. Tam da biz ama bölümlər uzadı. Bəli, aldıq. Sonunda aldıq dedim, ama Rusiya ordularını geri çəkməyəcək. Rusiya, sən ağıllanmadın. Neyse, bir şekilde artık bir şeyler eləyə bilərik. Görənəyik. Ama Çin bizim içimizi tutardı demək olar ki. Oradaki ordunun da, tamam, burada da bir ordu var. Bunu da çıxaraq. Tamam, artık Türkiye de bizim əlimizdədir. Çok güzel. Buradan da biz savaşlarımızı devam edəcək. Hətta buradan da hücumlarımıza devam edəcək. Bu torpaqlara da əl ataq. Əvvəllər tez 18-20 dəqiqə gəlib çatır, amma nədərsə biraz gec gəldi. Mənim elə çox maraqlıdır, çox maraqsızdır. Burada bir dayanaq. Yani Rusya'nın bu geri dönüşümüz çok pis olacak Rusya için. Bunu unutmasınlar. Ama haberleri olmasın. Sonra yadlarına saldı unutmasınlar. İndi yok. İndi bilseler kökümüzü keserler ki sonra kısas almıyor. Ama kısas soğuk yenilenmiştir. Bir gün gelecek ve almayacak. Rusya bunu ödeyecek. Linç yemeye, ama tamam artık bence
Biraz sonra Çin gəlib bizim qıçımızı qurtaracaq, amma bu Rusiya gedib orada onlarla savaşmaq yerinə gəlib bizlə savaşır, bizlə didişir. Belə olmaz yəni. Axırki video 17-18 dəqiqə çatdı. Yəni ən son baxdığımda 13 dəqiqə idi, necə gəldi çatdı artıq bilmirəm. Hələ də ala bilmirik, hayda. Yəni inana bilmirəm. Tamam, bir şəkildə tamam aldıq. Çin barışaq mı artıq? Çünki videoda olacaq, ən azından bölümdə artıq barışaq. Tamam, Rusya bölümü olsun, amma barışaq. Hələ də ordular var, axmaq. Necə də savaşırlar. Amma burada yerdən bir ordu gətirmək lazımdır, yoxsa bazen hücumlar edirlər. Başqa harada? Orada. Tamam, onsuz oraya yetişə bilmirik, nə olacaqsa olsun orada veçimizə də. Amma Rusiya həqiqətən çox dirəşdi, yəni halal olsun. Böyəcə sözüm. Çox yaxşı dirənir. Dirənicinə saygı göstərirəm Rusiyanın, amma saygı da bir yerə qədər yəni. Video 18-19 dəqiqəyə gəlib. Artıq barışaq da bu video bitsin yəni burada. Oho. Tamam ya, məncə barışaq ya, çünki başqa yolu yoxdur. Gör nə qədər oldu, torpaq alıb, Çin halal olsun ya. Çin olmasaydı bəlkə biz 2-3 bölüm dirəşirdik. Buradan torpaq almayaq. Alaq məncə ya. Buranın qədər alaq. Buraya çatırmı? Çatır. Tamam, bir ədəd də oradan alsaq, oradan qoparsaq deyəcəm, xeyr. Başqa çünki buradan almalıyıq. Tamam, başqa. Nə olar barışın? Oh be, sonunda yəni, sonunda başqa necə dirəşirdilər. Tamam, bitdi. Bura qədər 20 dəqiqəyə gəldi video və qayd eləyim, bitirim yəni. Keçən bölümdəki kimi artıq 3-4 bölümdür, 5 bölümdür ki, məcbur qayd eləyib bitirirəm, çünki video uzuyur. 17-18 dəqiqəyə falan gətirməyə çalışacağam. Sağ olun, salamat qalın.